Hamınıza salam dostlar. Mən Tahirə. Bugün sizinlə birlikdə mənə alınan hədiyyə göstərəcəm. Gəlin onda birlikdə gözlətmədən başlayaq. Mən dayana bilməyib bunun ağzını açdım. Amma qalanını sizinlə açmaq istədim. Gəlin onda birlikdə açaq. Açan kimi ağzından belə bir eynək çıxdı. Belə çox tatlı işdi məncə. Sadəcə mənə pis olur. Üzüm mənim 3 bucaq formasında olduğuna görə məncə pis qalır. Daha yanaqları biraz tot-diş olanlar bunu məncə taxa bilər. Məncə mənə pis qaldı və sizin yorumlarınız nədir? Bu arada bu hədiyyəni mənə dayım var. Dayımın həyat yoldaşıdır. Yəni dostum. Məncə bu çox gözəldir. Mənim istədiyim bir hədiyyələrdən biridir. Çox sağ olsun. Əgər videoma baxarsa buradan onu çoxlu öpürəm. Aha. Belə bir. Dalında da belə zamok var. Zamokunun içində pambıq var. Məncə açmağa dəyər. Açmağa dəyməz. Mən bunu yerim. Hələ devamı var. Əşyaları belə var. Onda ikinci əşyamız belə bir tişörtümüz. İndi gəlin sizinlə birlikdə bunu geyindirək. Məncə çox tatlı işdir. Sizin fikirləriniz nədir bəs? Mənə görə bu süperdir. Yəni bu hədiyyəyi çox sevdim. İnanın, ən bəyəndiyim hədiyyələrdən biri ola bilər. Geyindirə bilmədim. Başından sıxadım. Yenilənəcək. Çıxartdım. Qollarını saldım. Buradan da həmin şəkildə. Arxasını da düzəldək. Və bebişimiz hazır. Çox moddadır. Aha, ikinci aksesuarımız budur. Gəlin bunu da taxaq. Aşağıdan taxmaq istədim. Belə. Məncə çox tatlı oldu. Əslində belə də taxa bilərsiniz, amma mənim tövsiyəm belədir. Belə daha çox qəşəng olur. Deyəcəksiniz bunun üzü boş qaldı. Bantımız da var. Birinci iynəyimizi taxırıq. Bu arada iynəyi süperdir. Bunun üzünə böyük olur. Necə deyim? Bunun əsl amacı budur. Üzünə böyük olsun. Yəni tatlış bir şey olsun. Belə də bir bandanamız var. Burada cookie yazılıb. Burada isə gözəl bir şəkildir. Emoji. Burada da minik pipiyi var. Aha, neysə. Gəlin bandasını da taxaq. Mən taxadım. Ve hazırdır. Çok güzeldi.
Sadəcə sizə tövsiyəm var. Yatarkən bunun askısını çıxardın. Elə yatın. Məncə elə yatın. Çünki askısı qırılmasın. Çünki şüşədəndir, plastik falan deyil də. Yəni. Bir də var, plastik olsun, plastiklər qırılmasın. Amma bu şüşə olduğuna görə, əsl askıdır bu arada. Olduğuna görə məncə çıxardın yatın. Və belə də bir klok var. Klokun içinə qoyun. Sağ olun.